Arxeologiya ictimai elmlər qrupunda ən maraqlı elm sahəsi hesab olunur. İndi mən arxeoloqam deyə demirəm bunu. Ümumiyyətlə bu cürdür. Çünki arxeoloq qabaqcadan o yazılmış kitabları oxumur, arxiv materiallarına işləmir. O materiallar ki, çoxlarına məlumdur. Arxeoloq çöldə gedir, axtarış aparır, qazıntı aparır və qazıntının hər dəqiqəsində qeyri-adi bir tapıntı gözlənilir. Mümkündür. Sensasiyaya səbəb olacaq tapıntı mümkündür. Allah rəhmət eləsin. Məmməd Əli Hüseynov Azıq mağarasına tədqiqat aparanda çənə sümüyü ilə dünyada məşhur oldu. Bir anın içərisində. Yəni, bu cür tapıntılar Azərbaycan arxeoloqlarının praktikasında, fəaliyyətində çox olub. Və bütün bu tədqiqatlar, axtarışlar ona gətirib çıxardı ki, keçən əsrin 50-ci illərinə qədər Azərbaycanda insanın erkən məskunlaşmasının heç 4000 il tarixi olduğu belə bəlli deyildi. Amma təsəvvür edin, nə vaxt keçib ki? Nə vaxt keçib? 60-70 il ərzində artıq Azərbaycanda insanın erkən məskunlaşma dövrü arxeoloqların xidməti sayəsində gedib çıxır 2 milyon ilə.